Salam uşaqlar, gəlin baxaq bu sınağa. Deməli, OTK-nın 29 Martda keçirilmiş sınağıdır. Baxırıq birinci suala. Birinci sual passive voice ilə bağlıdır. Passive voice nədir? Məchul növ. Məchul növü necə düzəldilir? Biz to be üstəgəl feilin 3-cü forması. Burada reviewed keçmiş zamanda olduğuna görə mənə to be-nin keçmiş zaman forması olan was, were, üstəgəl feilin 3-cü forması olan idi, D şəkilçisi və ya qaydasız feillər lazımdır. O zaman mən ilk öncə A bəndini çıxıram. Was be-ilə işlənməz, were be-ilə işlənmir. Burada və demişik bizə lazım olan quruluş keçmiş zamanda olduğuna görə was, were üstəgəl feili 3-cü formasıdırsa B bəndi getdi. Have olmaz, Y getdi. Ar olmaz. Cavab D bəndidir. Sadə bir sual idi. Məchul növdən. This adventure story is based. Bu isə prepositionla bağlıdır. Baxın, to be based on. Məsələn, deyim ki, burada yazılır. This story is based on magical land. Sehirli torpaq, sehirli yer üzərində qurulub. Elə on olduğuna görə bura on qoyuram. Fill doldurmaq deməkdir. Is filled doldurulub nə ilə? With olacaq. With talking animals. Baxırıq. Which word fits the following definition? Very difficult to believe. Very difficult, yəni çox çətin, believe inanmaq, inanılması çox çətin olan, inanılmazdır, incredible. 59-da bu tipli sual deməli olacaq uzlaşma testi. Yəni mübtədanın xəbərin uzlaşmasına baxacaq. Cümlə ing ilə başlayırsa xəbər mütləq təkdə olmalıdır. Xəbərimiz demands. Feilin s qəbul etməsi indiki zamanda onun təkliyini bildirir. Deməli 1 doğrudur. 2-yə baxıram. Bizim uzlaşmada qaydamız var idi ki, söz öndən əvvələ baxmarıq. Baxın, burada of-dan əvvələ baxıram. Guests cəmdədir, amma has nədədir? Təkdə. Onda 2 uzlaşma pozulub. A getdi, C getdi, Y bəndi getdi. 2 varianta baxıram. 1, 4 düzdür, 3 ya da 5-ə baxmalıyıq. Baxın, all books yazıb. Yenə sözünün əvvələ baxıram. Room-a yox, in my room-dur. Yəni, mənim otağımda nə? All books, bütün kitablar cəmdədir. Was təkdə uzlaşma pozulubdur. Cavab burada 4-5 olacaq. There are cəmdədir. Of-dan əvvələ baxıram. Types da cəmdədir. Sonra plastic bag təkdədir, was təkdədir. Burada vegetables-a görə götürüb were götürməməlisiniz. Çünki söz önüdən əvvələ baxırıq. 60. Bu isə tərcümə ilə bağlıdır. Word definition. Industry sözünün mənası sənaye deməkdir. This is xəstəlik, habit isə vərdiş. İndi baxaq, this is xəstəlik isə illness sinonim olacaq. 3-ə B-ni götürürəm. Industry sənayedir. Burada good sözünə baxırıq. C bəndə good sözü mallar deməkdir. Uşaqlar, türklər bu sözü bilirsiniz necə yadda saxlayırlar. Deyir ki, məsələn, good yaxşıdır. Daha çox yaxşılıq edəndə, yəni onların dilindən deyirəm təbii ki, siz mal olursunuz yaxşılıq edəndə. Bu onların dilindən yadda saxlamaqda bəlkə kimsə üçün kömək olar bu yadda saxlamaq. Çünki bu sözü çox adam qarışdırır. Amma belə məsələn qayda keçəndə biz öyrənmişik onsuz. Toplu isimlər var. Tam ki people, police, poultry, cattle, gentry, goods. Onlar hər zaman cəmdədir. Baxın, goods oradan gəlir. Deməli, 1-ə C, ümumiyyətlə burada habit olacaq A bəndi. C, A, B olan variantımız Y bəndindədir. 61-də. Damaged zərərlənmiş deməkdir. Məndən nəyə soruşur? Close. Deməli, əgər close sinonim görsək, yaxın mənalını axtarmalıyıq. Opposite və antonim görsək, əks mənalı axtar. İndi məndən close-u soruşur. Damage zərər vurulmaqdır. Onda zərər vurulmuş, repaired götürə bilmərəm, düzəldilmiş. Changed, dəyişdirmiş, götürə bilmərəm. 1, broken, 4, destroyed. While olduğu halda biz hər iki tərəfi was və ing kimi götürə bilərik. Niyə bəndi? Past continuous istifadə olunur while adətən. 63-də. Friends cəmdə olduğuna görə a little-a çıxıram. 3-ü çıxıram. A lot-un of-u yoxdur. 2 ilə 3-ü çıxdığım təqdirdə yerdə cavab qalır. 1, 4. 64-də. Want 3-cü qrup feil olduğuna görə biz bura to-lu feil qoymaq. İnkarda olsa belə not üstə gəl, to üstə gəl. Onda bunlara çıxırıq. Burada notun to-su yoxdur. Y bəndini götürürəm. 65. Compound inansı. Compound mürəkkəb isimlər deməkdir uşaqlar. Yəni 2 sözdən ibarət. Nes şəkilçisə çıxıram, tion şəkilçisə çıxıram, yenə tion şəkilçisə çıxıram.
Sonra yenə development burada şəkildə çıxıram. Yerdə qalır Y bəndi homework, bedroom, rainbow. 66. I was drinking. İndi baxıram. Nöqtədən sonra morning tea, səhər çayı gəldiyinə görə mən burada müstəqilləri çıxmalıyam. Çünki müstəqil özündən sonra isim gətirmir. İkinci dəfə baxıram. Sister yenə isim gəlib. Müstəqil gəlməz. Ona görə bunu çıxıram. Bunu çıxıram. Cavab qaldı D bəndi. Her dog. Deməli, müstəqil əvəzlər hansılarda gəlin sayaq. Baxın. Mine, yours, his, hers, ours, theirs. Başqa hansı qaldı? Və it's. Bunlar müstəqil əvəz idi. Yəni özündən sonra isim gətirməz. Ona görə biz bunları çıxdıq burada. Məsələn, A bəndində ikinci tərəfdə mine var idi. Y bəndi hers var idi. B bəndində də yenə hers var idi birinci tərəfdə. Ona görə çıxdıq. 67. Zəm bağlayıcısı var. Birinci tərəfə baxıram. Burada məndən müqayisə istəyir. İkinci tərəfdə in the world ifadəsi üstünlük dərəcəsinin göstəricisidir. Üstünlük dərəcəsi olduğuna görə ona görə təyinləməli. İkinci tərəfdə baxıram, burada Z yoxdur. İkinci tərəfdə burada Z olmalıdır. A getdi. Z-si yoxdur. B getdi. Y getdi. Burada Z-si yoxdur, düzdür? C bəndi getdi. Z most yoxdur. Üstünlük dərəcəsi lazımdır. Cavab D bəndidir. 68. Sinonimlər. Yenə sinonimlər çox sadə və tired exhausted dəfələrlə düşüb. Yadda saxlayın. Yorğun deməkdir. Elə sinonimdirlər. Big enormous da bu da nəhəng doğrudur.